evdən çıxanda bu zikri deyin. Yadda qalsa. Təvəkkəltu aləl hayyilləzi la yəmud. Bunu ürəklə deyin. Təvəkkəltu aləl hayyilləzi la yəmud. Deyirsən ki, o diriyə təvəkkül elədim ki, heç vaxt ölməyəcək. Mənası budur. Təvəkkül edirəm elə bir diriyə ki, heç vaxt ölməyəcək. Ölüm yoxdur. Qüdrətlidir. Dalınca da deyin, la havlə və la qüvvətə illa billah əl-aliyyil əzim. Evdən çıxanda bunu deyin. Mən təvəkkül elədim, həmişə diri olan gücdə Allaha və ondan başqa heç kəsdə qüdrət və qüvvət yoxdur. Bu iki inamla çıxaq evdən, aram-aram yaşayaq həyatımızı. Lazım olan işləri də görək, dəqiqliklə görək, diqqətlə görək, amma aram görək, rahat görək. Hər iş qaydasında olanda da belə eləyək. Təkcə dar gündə yox. Təvəkkül bu deyil ki, vay pis vəziyyətdəyəm Allaha sığınım. Bəzi adamlar belədir. Vasitələr gücdən düşəndə ona deyir ki, alınmır, buna deyir alınmır. Onda ya Allah, o ya Allah o qədər qiymətli deyil. Bəziləri hətta onda da ya Allah demir. Deyir Allah və filan kəs görək nə olur. Allahın yanında vəyə yer yoxdur. Allahın yanında vəyə yer yoxdur. Təvəkkül eləmişəm, bəs niyə qəmlisən, niyə narahatsan? Ax, görünmür çarə. Zahiri çarədədir. Sən təvəkkül eləmişsənsə, çarə ilə nə işin var? Hadisələr necə olur olsun düzələcək. Olur birdən qəmlidir, birdən yadına düşür ki, filan kəs zəng eləyim ona, zəng elədi, o deyir, arxain ol, düzəldəcəm, işi başlayır üzü gülməyə. Əslində bu sən nə zaman gülməli idi? Allah deyib gülməli idi. Yox, qəmli oturub, ay Allah, neyniyim, necə eləyim, birdən filan kəs yadına düşdü, üzündə bir ümid yaranır, ona zəng eləyir, o deyir, arxain ol, su içmək kimi bir şeydir, vəssalam, indi aram oldu. Allah deyib, mən bunun qədər deyildim, əvvəldən elə Allah deyib, elə aram olardın, mən elə onu istirdim səndən. Sənin üçün daha rahat həll olardı. Sən mənə onun qədər inanmamısan ki, filan kəs söz verdi, onda görsən şad oldu. Sən nastrehiniyon, əhval-ruhiyon, kiminsə sözündən asıl, əvvəldən deyir, Allah var, yadımdan çıxmışdı. O ilə aram oldu. Bu halları din bizə təklif edir. Onda şad yaşayırsan, Allah yadında olanda. Şeytan aldadır, ancaq və ancaq yanlışlığa salır bizi. Allah niyə hediyi Quranda? Mən hər şeyə qadirəm, mənim gücüm hər şeyə çatır. Nəuzubillah, əstəğfirullah, 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 100 dəfə əstəğfirullah. Bəzi adam var, özünü tərifləyir, mən belə, Allah onun üçün deyir onu. Adam var, oturur özündən danışır. Allahın belə bir kompleks problemi var ki, özünü düşün, mən güclüyəm filan. Onun bir siz nə üçün deyir? Yəni, qüdrətim sənin ixtiyarındadır, inan bu qüdrət. Hey, deyirəm ki, yəni sənin qulluğundayam. Bir böyük adam deyə sənin qulluğundayam. Deyərəm ki, bir söz deyim ona. Allah kitab göndərib bəndələrini elan edir ki, mən qulluğunuzda. Getmir ona tərəf. Ona görə deyir, mən hər şeyə qadirəm, mən beləyəm. Özünü tərifləmir, özünü tanıtdırır ki, arxain ol da mən varam. Mən sənin arxondayam. Onu tərifləyib bu yandan deyir, innəmə dünya ləibun. Bu dünyadakı oyuncaqdır. Qüdrət məndədir, dünyada oyuncaqdır. Biz ciddiyə alırıq bu oyuncağı. Biz o qüdrəti ciddiyə almırıq, hadisəni ciddiyə alırıq. Oyuncağı ciddi sayırıq, qüdrəti yox, qüdrəti görmürük. Ona görə dərdlərə düşürük. Allah deyir, məni ciddiyə alır, məni. Qalan şeylər ciddi deyil. O Arif deyir ki, uşaqların ata-anasına olan inamı qədər Allah inansaydık, işimiz düzələrdi. Görmürsünüz, 2 yaşlı uşaq, 3 yaşlı uşaq desin, Allah, sabah ruzum hardan gələcək? Dərd çəkir, arxayındır. Deyir, atam var. Deyir, biz Allaha o qədər arxayın deyilik ki, illər sonranın indi dərdini çəkirik. Hərçənd ki, onun atası nəyə qadirdir, Allah nəyə qadirdir. Bəzi hallarda ruzu onda gəlir ki, bunu başa düşəsən. Ona görə gəlmir ki, başa düşmürsən. Hey, deyirsən, mən eləyəcəm, ay Allah, filan kəslə necə danışım, hey, vasitələrin içində itib batmırsan, bir dəfə aram ol, dünən sənlik dərşi, bilirəm ki, istəsən eləyərsən. Sonra buyur, hansı vasitənin qapısına gedim, o göstərsin, get filan kəsin qapısına. Gedirəm, amma bilirəm, amma sənin əlindədir, gedirəm. Filan kəs mənim işimi əllə eləyə bilərsən, amma fikrim onun yanındadır. O da deyir, hə, ya yox, deyirəm, hə, yəqin ki, bu vasitə ilə eləmək istəmədim. Bundan da incimirəm. Gedirəm başqa vasitəyə. Gedirəm, çalışıram, amma fikrim sənin yanındadır. Deməli, mənim işimi istədim, bunun əlinə eləyəsən. Buna da təşəkkür elə,
Allahla da işi saf tut, rahat yaşa. Rahat yaşa. Və birdən təvəkkül elədim, ruzu gəlmədi. Onda deməli məsləhət deyil. Biraz gözləyim, gələr də, dünya dağılmayacaq. Biraz gözləyim, gələr. Bəs birdən günahlarımın cəzasına başqa məsələ. Onun üçün də istiğfar elə, tövbə elə ki, Allah düyünlərimi açsın. Bu qədər dərd-qəm ki, biz həyatda çəkirik, artıq dərd-qəmdir. Rahat yaşamalıyıq biz. Problemlərimiz təbii deyil. Bu qədər problemimiz olmamalıdır. Bizim bu qədər ki, problemimiz çoxalır, ona görə ki, bizim yanaşmalarımız səhvdir, bizim halımız səhvdir. O halı düzəltmək üçün Allah nə qədər bizə bəla göndərir ki, biz düzələk. Amma hal düzəldirsə, təvəkkül halına çatdınsa, artıq hadisələrin çoxusu dəyişir və problemlər özü-özünə həll olur, heç addım atmadan. Öz-özünə həll olur. Demirəm, təvəkkül eləyən insanın həyatında problem olmur. Əlbəttə ki, insan varsa problem var. İnsan varsa çətinlik var dünyada. Bu qaçılmazdır. Sadəcə olaraq problemdən problemə fərq var. Problem var, qan qaraldan problemdir. Adamın qanını qaraldır, gününü acı eləyir. Bəzi problemlər də var ki, əksinə şad eləyir. Təvəkkül halında olan insanların bir çox problemləri həll olur. Yerdə qalan problemləri isə onun qanını qaraltmır. O, yaxşı əhval-ruhiyyədə olur problemə yanaşmada. Təvəkkül təkcə hal deyil, həm də əxlaqı dəyişir. Təvəkkül edən adam tamahkar ola bilməz. Çünki hər şey Allahın əlində bilir. Təvəkkül edən adam qəzəbli ola bilməz. Qəzəbimiz nəyə görədir bizim? Ona görə ki, nigaranıq, ona görə ki, inanmırıq ki, işlər Allahın əlindədir, xeyrimiz onun əlindədir, ona görə əsəbləşirik hadisələrin axarından. Paxıllıq həsəd olmur, çünki bilirsən, bölgə Allah əlindədir, neymət Allahın əlindədir. Heç şübhəsiz ki, həriyə bir şey verib, bir şey verməyib. Bu bölgünün özü bir hikmət əsasındadır. Təvəkkül insanın fikrini düzəldir. Təvəkkül eləyən adamın hadisələrə baxışı ilə eləməyən adamın hadisələrə baxışı tamamilə fərqlidir. Təvəkkül Allaha arxalanan adam hadisələri düz görə bilir. Düzgün nəticə çıxardır, adekvat addım atır. Təvəkkül baxışı düzəldir və hadisələri düzgün dəyərləndirməyə sövq edir insanı. İnsan hər şeyi gözəl və olduğu kimi görməyə başlayır. Təvəkkül adamı səhvdən sığortalayır. Biz niyə görə səhvlər eləyirik? Çünki təvəkkülümüz zəifdir. Səhv addımlar atırıq, səhv qərarlar veririk, səhv görürük. Allahı görən adam, Allahın əlində olduğunu bilən adam düz görür hadisələri, düzgün mövqe tutur, düzgün addım atır. Mən deyərdim ki, mən oxuyuram da bu kitabları, əxlaq, mənəviyyat mövzusunda mütaliə edirik. Mən deyərdim ki, bəlkə də təvəkkül ən ali insani xüsusiyyətdir. Bəlkə də, belə demək olar. Ən üstün insanın sahib ola biləcəyi ən üstün xüsusiyyətdir. Ən uca məqamdır. Təvəkkül budur ki, qüdrətlərə aldanmayasan. Bir qüdrətdən başqa heç bir qüdrətə arxalanmayasan. Heç kimə və heç nəyə söykənməyəsən. Və insan sadə hesablamalarla bu nəticəyə gələ bilər ki, qüdrət onun əlindədir. Heç nə onun qüdrətinə mane ola bilməz. Allaha inanmaq asandır. Allah var. Bu çox asan inancdır, bilirsiniz. Allahın varlığına inanmaq çətin deyil. Bu fitrətən insanın içində olan bir mayasına qoyulmuş bir inamdır. İnsanın mayası inamla yoğrulub. Allaha inanmaq qədər asan bir şey deyil. Kimlərsə indi bugün ateizm oyunbazlığını eləyirsə bir qisminə aid eləyirəm. İndi anlamayan adamlar çox azdır. İnanmayın valla, insan varsa Allaha inanır. Nə üçünsə buna sərf eləyir ki, inkar eləsin. Bir daha deyirəm. Nəsə sərf eləyir, sərfəlidir deyə inkar eləyir. Bir çox psixoloji səbəblər çıxır ateizmin altından. Ateistlərin psixoloji durumunu araşdırsaq görərik ki, bilirsiniz, bəzi işləri bacarmır. Bilir ki, bunu eləmək lazımdır, belə olmaq lazımdır. Bilir, belə olmaq lazımdır.
Amma onu eləyə bilmir. Onda neynir? Deyə bilmir ki, eləyə bilmirəm. O dəyərləri təlqin eləyən sistemi vurur ki, əşki, qaraguruhçuluqdur, boş-boş şeylərdir filan. Mən din ümumiyyətlə qəbul eləmirəm. Bu fikrin gəldiyi nəticə deyil. Bu bacarıqsızlığın aldığı qisasdır sanki. Qisas alır dindən, dindardan. Bir şey bacarmır deyə onu başlayır vurmağa, aşağılamağa ki, güya nə böyük hünərdir. Halbuki özü bilir ki, onu eləyə bilmir deyə bunu eləyir. Dünən elə bir yerdə bir ziyalı bir insanla bu barədə bir söhbətimiz vardı. Həmin o kefli İskəndər, bax budur. O obrazın mahiyyəti bundan ibarətdir. Biz hər cür, hər nə eləyir. Mən təəssüf edirəm ki, həqiqətləri nə üçünsə, güya məsələn, kefli İskəndərin dili ilə deyirlər. Əslində, bilirsiniz, yenə deyirəm, dini özünə maniyə görüb, hər cür oyundan çıxan hansısa bir insan, güya ki, məsələn, dini aşağılayıb, bəli, hamı bilir ki, saxta dindar da var, saxta molla da ola bilər, hamı bilirik, bunlar aydın məsələdir. Gündə özümüz də çoxsunu görürük, özümüz də bilmirik ki, hələ mən həmişə deyirəm ki, nigaranam ki, bu qədər danışıram və mənim əməlim nə dərəcədə danışdığımıza uyğundur. Amma saxtakar insanlar hər şeydə var, amma bu başqa bir mərəzdir. Bu, hansısa bir möhfumatı, xurafatı təkcə tənqid eləmək deyil. İndi də bugün dəb düşür, kimsə, necə deyim, güya özünü həqiqət fədaisi kimi aparmaq istəyəndə kefli İskəndər obrazına girir. Mən də kefli İskəndərəm, məsələn. Bu, hamısının arxasında belə bir psixoloji məqamlar dayanır. Yoxsa Allaha inanmaq çox sadə məsələdir. Səni yaradan Allah sənin ruhu iman cövhərində yaradıb. Sənin xəmirin iman mayası ilə yoğrulub. İnsan adlı varlıq belədir. Allaha inanmaq asandır. Bu inan fitridir, Allah var. Amma həyatın hər xırdalığı Allahın əlindədir. Buna inanmaq biraz düşünmək tələb eləyir. Bir qədər bu yanaşmanın yaranması zaman aparır. Buna mərifət tələb olunur. Bunun üçün gələ üzərində işləyəsən. Allah var və çəkildin qırağa basandır. Amma həyatın bütün hadisələri cərəyan edən hər bir şey onun ixtiyarındadır. Onunla yaşamaq çətindir. Ona inanmaq asandır. Onunla yaşamaq çətindir. Bunun üçün məşq eləmək lazımdır. Özünə bunu xatırlatmaq lazımdır. Bunun üçün zehnini hazır eləməlisən. Yadınızdadır, mən bunu öz sözüm deyil, bu söz. Mən istinad eləməyi xoşlayıram. Bəzilərdir ki, indi də hər cür daim mən şeylər gördüm həyatda. İndi də bunu görürüm ki, çıxışlarımızı plagiat elan edirlər ki, bu filan şeylər. Mən kiməsə istinad eləmək qorxum yoxdur. Və bu yaxşı bir şeydir ki, adam bəzən ad çəkirsən, bəzən çəkmirsən, çəkməməyin də bir hikməti olur. Onu özüm üçün bilirəm ki, hər yerdə istinad elədiyin şeyi də deməsən də olar, lazım da deyil bəzən. Onun da öz dəlillərim var, hansı səbəbdən. Amma bu mənim sözüm deyil, çox bəyəndiyim bir fikir deməli başlayır. Bir yaşam tərzidir mi deyim, bir fəlsəfədir. Deyir, adətən deyirlər insanlar niyə görə dünyaya aldanır? Deyir ki, ona görə ki, dünya nağdır, ahirət nisiyə. Nəqdi görür, nəqdi onu aparır, nisiyədir deyə onu... O deyir, bu səhv fikirdir. Yanlış fikirdir, səhv yanaşmadır. Nə biz dünyaya nəqd olduğuna görə üst tuturuq, nə ahirətdən nisiyə olduğuna görə üst çeviririk. Dünya nəqdsə, lap yaxşı da, daha böyük səbəb ki, dünyadan qaçaq, çəkinək. Görürük axı dünyanı. Dünyanı görürük, nəqdi elə səbəb olmalı ki, gözün qabanda da budur, buna bağlanarlar. Allah da deyirlər, bu nəqdi gör də. Allah da Quranda deyir ki, bu nəqd dünya budur da, bunun nəyinə bağlanırsan? Nəqdi deyə elə qaçmalısan da ondan. Nəqdi, yəni o mənlə ki, gözün qabağındadır da, bu sənin yerindir, yəni. Bəs niyə görə xarab oluruq? Ona görə ki, dünyanın özü yox, reallıqları yox, xəyalımızda qurduğumuz dünya bizi azdırır. Xəyalımızda qurduğumuz dünya. Dünyanın fikri bizi xarab eləyir, özü yox. Dünyanın zikri bizi xarab eləyir, özü yox. Bu nə dünyadır ki, sən bir tikə çörək yiyirsən, 1000 dənə
azara düşürsən. Danışanda həzm prosesini sonraki mərhələlərdən utanır. Utanırsan minbərdən deyəsən ki, sonra nələr baş verir. Bu necə bir yerdir ki, bir qidanı qəbul edəndən sonra 1000 dənə oyundan çıxmalısan. Xoşa gəlməz hallardır. Sən insansın, olmamalıdır əslində. Biraz gəzirsən, dolanırsan, üzr istəyirəm, əlin ayağın şey olur, süsləşir, yıxılırsan, yatırsan, yoxsan həyatda, yatmısan. Adam da yatar yəni, amma yatırıq. Çünki bu dünyanın tələbidir. Bu dünyanın tələbidir. Dünya nəğdi, niyə ancaq ideallaşdırırsan? Dünya nəğdi, yolla gedirsən, görürsən ki, bir dənə yol qəzası olub. Üzr istəyirəm, bu sözləri dediyimə görə dünyanın reallıqlarıdır. Neçə dənə meyid uzanıb orada. Bu da dünyada nəğddir. Görürsən axı bunu sən. Qorxunc deyil bu. Bu qorxunc bir aləmdir bu. Qan içində adamlar uzanıb orada, sən də keçir. Bu niyə görə səni bu cəzb eləyir? Dünya nəğdi xəstəxanaya gedirsən, görürsən ki, uzanıblar, halsız, zarıyırlar. Dünyada da bu, nəğdi. Nəğdi səbəb olmalı ki, ona könül bağlamayasan. Deməli, məsələ nəğddən, nisiyədə deyil. Məsələ sənin fikrindədir. Sənin fikrin xarab eləyir, dünyanı bəziyir, olmayan şeyləri. Sən o qədər düşünürsən bunun barədə ki, sən buna bağlanırsan. Çox yad eləsən axirəti, onun xəyalı bunun reallığından gözəldir. Onun xəyalı. Özəl əleyhissalamın möhtəşəm hədisi var. Möhtəşəm hədisdir bu. Deyir, dünya sizin xəyalınızdan aşağı yerdir, axirət xəyalınızdan üstün. Çox gözəl sözdür. Nə qədər gözəlliklər xəyal eləyə bilərsən, əleyhissalam buyurur ki, nə xəyal eləyirsən elə, axirəti yenə xəyalından üstün biləcəksən. Xəyala nə var ki, nə gözəllik istəyirsən təsəvvür elə də, xəyaldakı problem yoxdur. Deyir, nə ki xəyal elədin, axirəti görəndə görürsən xəyalından üstündür. Amma dünya haqqında nə xəyal eləsən, bir ki aşağıdır xəyalından. Dünya xəyalı insanı xarab eləyir. Biz düşüncəmizin əsiriyik, reallıqların yox. Reallıqları olduğu kimi görsək, bu dünya bizim ürəyimizi vurar. Və bizim burada qalmağımıza görə Allah bizə mükafat verir ki, sizə kompensasiya ödəyirəm. O çətin işdə işləyənlərə kompensasiya verirlər. Sən dünyanın reallığını görsən, sənə buna kompensasiya düşür. Allah təsəlli üçün sənə deyirsən ki, dünyada qaldın, halaldır sənə. Sənin yerin deyil də ora. Sən orada dar idi ora sənin üçün. Sən orada dar idi deyə sənə minnətdarlıq edir Allah ki, qaldın orada, dözdün dünyaya. Amma gör insan nə qədər ağılsız olsun ki, gəlsin buna, üzrsən, ağzının suyunu axıtsın. Buna görə əcr düşür ki, sən çətin bir yerdə qaldın. Sənə uyğun olmayan yerdə. Sənə heç bir parametrindən uyğun deyil. Bəs niyə bura gəlmirsən? Sənə uyğun olan aləmə köçmək üçün hazırlığa gəlmirsən. Yoxsa bura sənə uyğun deyil. Sən 2 vur 2 4-dür. Biraz hesablasan görərsən ki, qardaş, bu dünya mənə heç bir baxımdan uyğun deyil. Münasib deyil. Elə biz dünyanın nəqd görürük deyə ki, ona bağlanmayaq. Nəyinə razı olmuşuq ki? Nə qədər Allah fəryad eləsin, əraditum bil həyatid dünya, dünyaya mı razı oldunuz? Çox fəlsəfi, fundamental sualdır. Bir sadə sualın içində nə qədər hikmət yatır. Quran belədir. Əraditum bil həyatid dünya, sualla səni sirkələyir. Deyir ki, sən nəyə razı oldun? Bura mı razı oldun? Yəni, axı bu sənə uyğun yer deyil. Neynədin özündən ki, sən bura razı oldun? Bu adama əziyyət verən bir yerdir. Xəstəliyi var, dərdi var, zənginliyin yanında mütləq fəqirliyi var. Belə olmalıdır. Yox, adamın zənginliyin yanında fəqirliyi olmamalıdır. Ona görə bura insan yeri deyil. Bunu fəlsəfi baxımdan izah eləsək, keçmişdə izah eləmişik. Yenə cəhd eləyim izah eləməyə. Deyirlər ki, varlıq tənəzzül yolu ilə yaranır axı. Göydən enirdə tənəzzül, mərtəbə düşür varlıq. Düşdükcə varlıqlar yaranır, müxtəlif şeylər vücuda gəlir. Gəlir çatır yoxluğa. Yoxluğa dayanır da, yoxluqdan sonra nəsə var olanmaz axı. Yoxluğun sərhəddində dayanır. Bu bizim qərar tutduğumuz dünya yoxluqla varlığın sərhəddində dayanır. Bundan sonra artıq yoxluq gəlir. Nə ki, yarana bilərdi, yarandı, yuxarıdan aşağı.
min cür aləmlər var da, yaranır, gəlir, axırıncı yaranması mümkün olan yer dünyadır, ondan sonra yoxluq gəlir. Bu sərhəddə qərar tutub. Sərhəddə qərar tutduğu üçün bunun hər şeyinin varının yanında yoxu var. Çünki bu sərhəddədə sağlamlıq varsa, xəstəlik var. Xəstəlik nədir? Sağlamlığın yoxluğu. Zənginlik varsa, fəqirlik var. Zənginliyin yoxluğu. Çünki bu iç-içədə yoxluqla sərhəddə dayanır. Hər şey. Ondan sonra biz əslində amma buranın adamı deyilik. Biz təzdən qalxacaq o aləmə ki, yoxluqdan o qədər uzaqlaşacaq ki, bizim var olanlarımıza yoxluq yol tapmayacaq. Bu da bunun bir qədər fəlsəfi izahıdır. Dərs mövzusudur, amma mən indi xütbə qəlbində istədim bunu izah edeyim. Biz o aləm üçün xəlq olunmuşuq, o aləm üçün yaranmışıq. Ahirətin tərifi bəsdir ki, bu dünyadan qopasan. Allah hərdən deyir, yapışdı deyə yerə qaldı, belə danışır Quranda. Yapışıb qalmaqdır bu. Yapışıb qalmaqdır. Dünya ona görə bizim yanımızda əziz olur ki, biz onu çox yad eləyirik. Ahirət ona görə əziz deyil ki, biz onu düşünmürük, fikirləşmirik. Bunları niyə görə dedim? Ona görə dedim ki, biz zehnimizdə çox şey həll edirik. Təvəkküldə gərək zehnində həll olunsun, düşünülsün, beynində həll olunsun. Ümumiyyətlə, məharət var da, insanın dindarlığı da bir sıra məharətlərdən asılıdır. Sürücülük məharəti yoxdur, hərbiçilik məharəti yoxdur, dindarlıq məharəti də var. Təkcə etiqad deyil, din, yolunu tapasan gərək. Görsən adam, məsələn, bir cərrahdır, illərlə artıq o bıçaqla işləməyin məharəti yaranıb. O məharət də onu profesional, o öz peşəsində onu üstün eləyən. Dindarlıq da belədir. Təkcə inanmaq, nəyisə qəbul etmək deyil. Dindarlığın bir məharətini gərək formalaşdırasan. Dindarlıq məharət tələb eləyir. Məşq eləmək lazımdır. Aktyorlarda məharət nədir? İstənilən hala daxil ola bilir. Qəmli hala düşür, şad hala düşür. Bu halı özündə yarada bilir. Dindarlığın da belə bir halı var. Ona görə daxil olmaq məharətini özündə yaradasan. Mənəviyyatın halı var. O hala daxil olmaq üçün gərək düşünəsən, daşınasan, təvəkkül hissinə daxil olasan. Məsələn, bəndəli hissinin məşqi nədir? Namazdır. Namazda ki, deyərsən Allah-u Əkbər, yəni mən nə həkiməm, nə müəlliməm, nə iş adamıyam, nə atayam, nə anayam, mən bəndəyəm hal-hazırda. Deyir, at qırağa hər şeyi, məşq elə bəndəli halına daxil ol namazla. Bu bir növ məşqdir. Rütbələri kənara qoy, ictimai mövqeyi kənara qoy. Bu anda sən nə xəstəsən, nə zənginsən, nə fəqirsən, sən bəndəsən. Mən öz vücudu kimliyimə daxil oldum namazla. Mən bəndəyəm. Necə ki, həcdə, ehrama daxil olanda ləbbeyk, yəni ki, hər şey, bütün rütbələrdən çıxdım, bəndə rütbəsindəyəm. Egzistensiyanal bu anlamda ya, yəni vücudi, həqiqi mənasında deyirəm. Kimliyi və sən namazda bunu gərək gündə məşq eləyəsən ki, o bəndəlik halını özündə yarada biləsən. Və mənəvi məharətin ən başlıcası fikir idarə eləməkdir. Fikrimizi idarə eləyə bilsək, mən deyərəm ki, işimizin 80% düzəlib. 80% işimizin, mən indi bu rəqəmlər şərti ola bilər, biri deyər 90%, biri deyər 70%, amma çox faizi bizim fikrimizin necə idarə olunmasından asılıdır. Fikrimiz hardadır, çox şey o həll edir. Keçən dəfələrdə dedimi, haqşünas bir arif adam idi, haqşünasa təzə diaqnoz qoyublar, təzə. Həkim deyib ki, diaqnozun xərçəngdir. Müridlər, məsələn, ruhaninin nə qədər dostu olar, tanışı olar, sevənlər olar, tökülüşüb gəliblər ki, buna elə o xəstəliklə də dünyasını dəyişib. Diaqnoz belə qoyulub filan, deyir, gəliblər, indi bu fikirlə gəlib də, amma oturub görüşürlər, bu danışır oradan, buradan, söhbət eləyir. O yanına gələnlərdən biri ki, bəs ağa eşitdi ki, xəstəlik falan, deyir, nə xəstəlik, deyir, bəs diaqnozunu özünüzə də deyiblər, hə, bildim deyir, hə, bir şey deyil, narahat olmayın. Adamdır da, bu da insandır. Yəni, fikir o qədər məşq olunub ki, mühüm şeylər haqqda düşünsün, deyir, xərçəngdir, getməliyəm, bir bəhanə ilə getməliyəm.
Onun üçün xırda məsələdir o. Beyin başqa yerdədir, fikir başqa yerdədir, düşüncə başqa yerdədir. Bu illərin nəticəsidir. Fikir o qədər alışıb ki, mühüm şeylərin yanında olsun ki, o xırda şeyləri onu narahat eləmir. Amma bizim dünyamız bir-birinə dəyər ki, yəni bugün da başqa fikrimiz, zikrimiz olsa olmaz. Kimsə nəsə danışsa da sözü ora fırladarıq ki, mən nə gün deyəm burada oturub nədən. Amma bu danışır başqa şeydən, yanındakılar narahatdır. Bu tamam fikri lazım olan şeylərdən danışır, lazım olan şeyin yanındadır.